Pezeşkiyan Azərbaycana səfərdən əvvəl iclas keçirdi. Bakı ilə bağlı mühüm mesajlar. İran prezidenti Məsud Pezeşkiyan Azərbaycana səfəri ərəfəsində hökumət üzvləri ilə iclas keçirib. Report xəbər verir ki, bu barədə İran kütləvi informasiya vasitələri məlumat yayıb. Müşavirədə iki tərəfli münasibətlərin cari səviyyəsi və son hadisələr barədə məruzə araşdırılıb. Ticarət, enerji, nəqliyyat və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi yolları müzakirə edilib. Pezeşkiyan İran və Azərbaycan arasında dərin mədəni və tarixi əlaqələrin mövcud olduğunu qeyd edib. Onun sözlərinə görə əməkdaşlığın inkişafı üçün böyük potensial var. İran prezidenti həmçinin hökumətlər, özəl sektor və əhali arasında əməkdaşlığın gücləndirilməsinin hər iki ölkədə iqtisadi inkişafa töhfə verəcəyini vurğulayıb.